hardan təbrik edirəm? Fətbehi, küləyin fəth olduğu məkandan. Hər il olduğu kimi bu ildə Fatmaye kəndində möhtəşəm Novruz bayramı keçirildi. Əli Ədalətlinin təşkilatlığı ilə keçirilən bayramda kəndin ziyalıları, ağsaqqalları və rayon icra nümayəndələri iştirak etdilər. Novruz tonqalı yandırandan sonra konsert proqramına başladı. Tədbirdə biri-birindən gözəl ifaçılar musiqi proqramı təqdim etdilər. Allah əlim əlimə can sağlığı versin. Əlim əlim təkcə Fatmaye kəntinin yox, bütün Abşeron kəndlərinin Azərbaycanda təşkilatçılığı ilə seçilən gözəl jurnalistlərdən biridir, belə deyək. Əlim əlim Həsən bəy Zərdabinin davamçısıdır. Allah Əlim əlimin canını sağ eləsin. Əlim əlim üçün bir ucalı, yaxşı əl çalın bir Əlim əlim üçün. Deməli, deyirlər ki, ayəmdə düşər şənbəyə Novruz. İndi bugün şənbə deyil, bugünkü gün iki bayramın bir yerdə olmağı bu qərinədə bir dəfə oladı. Bir qərinə 33 ildir. Bəzi mənbələrdə 36 il deyirlər. Deməli, bugünkü tədbir bir də Allah qoysa 33 ildən sonra olacaq. Toslu belə. Allah canınızı sağ eləsin, bayramımız mübarək olsun. Burada bizim qonaqlarımız var, Fatmaye kənd cəmaatından başqa. Novxanıdan 26 nəfər bizim qonaqlarımız gəlib, Allah canlarını sağ eləsin. Sağ olun, var olun, bayramımız mübarək olsun. Əmin var olasan, Allah sənə can sağlığı verirsin. 26 nəfər, maşallah. Eşq olsun Novxanıya. Bir alqışlar onları da, var olsunlar, xoş gəliblər. Bugünkü bayram münasibəti ilə bütün Azərbaycan xalqını, dünya Azərbaycanlılarını təbrik edirəm. Gözəl bir gün yaşadıq, gözəl bir bayram tədbiri keçirdik. Abşeronun ən qədim kəndlərindən biridir bu Fatmaye kəndi və ənənə halını alıb ki, hər il bu bayram burada təşkil edilir. Və bu bayramı da təşkil edən başda istər Abşeron rayon rəhbərliyi, icra rəhbərliyi və bir də Fatmaye kəndində bələdiyyə və icra və bir də bizim Əli qardaşımız, onlar təşkil ediblər. Onlara təşəkkür edirik. Çox yüksək səviyyədə bu tədbir keçirildi və insanlarımız da, bütün Azərbaycanlılar burada kənd əhalisi toplaşmışdılar. Onlar da bu bayramdan çox razı qaldılar. Təşəkkür edirəm. Bayramımız mübarək olsun. Çox sevindirici haldır ki, bugün Fatmaye kəndində bu tədbir, necə deyərlər, bu bayram tədbiri keçirilir. Dəfələrlə ardıcı olaraq 6 ildir artıq bu ənənə halını alıb. İnsanların üzünün təbəssümü bizə vəs eləyir. Həqiqətən, mən bunu hamı ürəkdən deyir, hamı ürəkdən sevinir. Vətənpərvərlik ruhunda böyüyən evlatları da görürük, burada şad oluruq. Bu çox gözəl, necə deyərlər, ənənədir, bu gözəl bayramdır. Həm Ramazan bayramı, həm də ki Novruz bayramı. Xalqımızı səmimi qəlbdən təbrik edirik. İnşallah ki, bunu yaşadacağıq. Hər il keçirilməsini öz üzərimizə götürürük. Sağ olun. İlk öncə sizə təşəkkür edirəm, gəlib işıqlandırdınız, var olasınız. Bəli, bu bizim tarixi qədim olan bir bayramımızdır və demək olar neçə olar ki, biz 6 ildir, 7 ildir ki, kənddə demək olar ki, dayanmadan bunu konsertlər formasında edirik. İlk öncə bələdiyyə təşəkkür edirəm ki, mənə dəstək olurlar bu məsələlərdə və icra başçısına təşəkkür edirəm. Və nə bilim, yəni gözəl bir gün keçdi. Yəqin siz də qiymətləndirərsiniz, izləyən izləyicilərimiz də qiymətləndirər. Allah vətənimizi, xalqımızı qorusun və hər kəs təbrik edirəm yenə də.